Salam hörmətli izləyicilər, fevral ayının 5-də təkrar xoş gördük sizləri. Belə görüntülər bir də ələ düşər, düşməz, fürsətdən istifadə edib gözəl görüntülər almağa çalışıram. İnternet azdır, yoxsa hər 45 dəqiqədən bir 5 dəqiqə müraciət eləyərəm təbiətə. Məndən sonra Elnur müəllim də gəlib. Başqa həmkarımız da orada. Hamı yoldan gileylənir. Bir təhərlə gəlib çıxıblar. Mən də qarışıq. Dağların zirvəsində külək var. Qarı soğurur havaya. İki zirvənin arasında hardasa 5-6 metr məsafədə qar atmosferə soğurulub. Bu tərəfdə də eyni. Bu dəfəki qar yolkaları daha çox deformasiya eləyib, cərzənə eləyib daha doğrusu. Sulu qar yağdı, ağır oldu üstündən də. Bu gecəki qar hamısını yatırdı bu yana, bu yana. Ən çox dik qalxan yolkalara belim bağlı idi. Bunlar da dözə bilmədi. Qarın ağırlığından əliflər yana. Bu gecəki qar hardasa 20 santim var. Deyirəm də axşama qədər yağıb əriyib. Sabah gün gecə səhərə qədər yağır. Aylıq norma doğub. Yağıntının miqdarı nə qədər olar? Meteoroloji stansiyalar görəsən ölçüblər. Qar qızımız üçün daha çox qar yağıb, ancaq həvəs qalmayıb. Dünənki qar yaxşı yapışan idi, bugünkü kəpək bir yerə yığışmır. Ərazidə təmizlik işləri gedir, onda hava çox soğuk. Əldən girib içəridə istinmək lazımdır. Kombilər işləyir. Dünən hava istiydi. Sinif otaqları da çox isti olurdu. Bugün fərq eləyib. Çöldə hava soyuqdur, normala dönüb.
Sağ olun, hörmətli izləyicilər. Növbəti videolarda görüşərik. Salamat qalın. Kim istəyir ki, belə havada gəlsin, dağda daşda gəlsin, təbiəti seyr eləsin, yorumlarda yazın. Kim istəyir bizim kimi həyat yaşasın, adrenalini, məşəqqətli, olmuş bir yerdə yaşayırıq. Bir bizi Tanrı nəzarətində saxlayır.